UEFA'nın Azərbaycan futboluna olan qərəzi bitmək bilmir ki, bilmir. Belə ki, ötən gün İsveçrəli hakim Qarabağ Eintracht görüşündə Qarabağın məğlub olması üçün maksimum səy göstərdi. Oyundan əvvəl var otağındakı problem, davadalaş, nə bilim götür qoyular. Bu da bizim sanki əleyhimizə işləyirmiş kimi görünürdü. Sonda möhtərəm prezidentin dediyi kimi haqq-ədalət yerini tapdı və Qarabağ komandası qalib gəldi. Bundan başqa UEFA-nın qərəzi yenə bitmir. Çünki həftənin oyuncusu adına layiq görülənlər siyasında və görülə biləcəklər siyasında Kamilio Duran adı yoxdur. Dubl eləmiş futbolçunun adı yoxdur orada. Nədir bu? Digər oyuncular var. Halbuki, yəni Kamilio Duranın da qol vurdu komanda heç də zəif komanda deyil və onun performansı da nə Barcelona, nə Manchester City və digər böyük klubların futbolçularının performansından geri qalmır. Mən hesab edirəm ki, bu da bir qərəzli qısqanclıqdır Azərbaycan futboluna qarşı, bizim futbolçularımıza qarşı.